Həyatında bəzi şeylər istədiyin kimi getmirsə, əslində bəlkə də sən heç onları istəmirsən. Məsələn, gəzməyə getmək istəyirəm deyirsən, amma əslində istirahətə ehtiyacın var. Ya da hamı tərəfindən bəyənilmək istəyirsən, amma özün kimi olub yenə də sevilməyə ehtiyacın var. Dərhal münasibət qurmaq istəyirsən, amma əslində özünü sevib, özünü anlamağa ehtiyacın var. Heç nə demədən uzaqlaşmaq istəyirsən, amma əslində biri tərəfindən anlaşılmaq istəyirsən. Bax, elə hər şey də burada qarışır. Biz çox zaman istəklərimizin dalınca qaçarkən əsl ehtiyaclarımızı unuduruq və sonra da niyə özümüzü natamam hiss edirik deyə düşünürük. Video bu qədər.